Bayram günlərində paytaxtdan bölgələrimizə üst tutan, tətil ərəfəsində səfərə çıxan əziz hərəkət iştirakçıları. Hər birimizin arzusu bayramı xoş əhval-ruhiyyədə qeyd etmək, sağ-salamat, negativ hadisələrdən uzaq yeni ilə qədəm qoymaqdır. Gəlin, yollarda da elə hərəkət edək ki, arzularımız çin olsun. Tətil günlərində nəqliyyat sıxlığının yaranmasının, qəzaların baş verməsi ehtimalının artmasını nəzərə alaraq daha diqqətli və məsuliyyətli olaq. Qaydalara hamılıqla əməl edək. Sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyək. Təhlükəsizlik kəmərindən istifadə edək. Günün erkən saatlarında yola çıxaq. Diqqət yayındıran bütün hallardan çəkinək. Sürət həddini aşmayaq. Ötmə qaydalarına uyğun davranaq. Nümunəvi sürücü olmaqla həm özümüzün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qoruyaq. Qoy bu bayram günlərində yolumuzu gözləyən sevdiklərimiz bədbəxt hadisələrlə üzülməsinlər. Ancaq və ancaq gəlişimizlə sevinsinlər. Yeni ildə də yol hərəkəti qaydalarına əməl etməyiniz diləyi ilə bayramınız mübarək.